4-cü dərsimizə xoş gəldiniz. Bu dərsdə yenə borclardan danışacağıq, amma maddi borclardan deyil, mənəvi borclardan danışacağıq. Çünki bunlar da bizdən bəzi enerjiləri çəkir. Bir çox insan məndən soruşur ki, niyə bəzən elə olur ki, heç bir şey etmirəm, amma yenə də enerjim çatmır. Daim özümü yorğun hiss edirəm. Məni gücdən salan, enerjidən salan nədir? Bunun bir neçə səbəbi ola bilər. Onlar haqqında qısaca məlumat verəcəm və bizim tapşırığımıza keçəcəm. Ən çox enerji aparan şeylərdən biri yalandır. Yalan insan frekansını çox salır və ən önəmlisi odur ki, danışdığınız yalanın obrazını, o uydurduğunuz yalanı qoruyub saxlamaq üçün həddindən artıq çox enerji gedir. İkinci çox enerji aparan şey başqa insanların həyatlarını, necə deyim, beynini yormaq, onlar haqqında düşünmək, onları müzakirə etmək, onların həyatına enerji sərf etmək. Bu çox enerji aparır. Üçüncü enerji aparan şey şikayət etməkdir. Daima şikayət edən insan beynində müxtəlif, fərqli proseslər gedir və özünə enerjisi qalmır. Heç bir zaman pozitiv ola bilməz bu insan. İndi gələk bizim borclar mövzusununla bağlı olan enerji aparan bir şeyə. Biz borclar mövzusuna toxunduq. Bəziləriniz dediniz ki, ümumiyyətlə borcum yoxdur. Bəziləriniz dediniz ki, kredit kartlarından istifadə edirsiniz. Məsələ odur ki, bəzi enerjisel praktikalarda mənəviyyat və spiritual sahələrdə də borc sayılan bəzi səhvlər var. Məsəl üçün bu nə ola bilər? Birinə söz verirsiniz ki, gəlib sənə kömək edəcəm və sözünüzü tutmursunuz. Bu artıq sizdə borc sayılır. Nəysə başlayırsınız, amma yarımçıq qoyursunuz. Məsələn, düşünürsünüz ki, bir şərh oxuyacaqsınız, başlayırsınız və yarımçıq qoyursunuz, qalır orada illərlə, aylarla. Ora həddindən artıq çox enerji gedir. Və yaxud hansı bir hobbini ağlınıza gəlir ki, mən şahmat oynamaq istəyirəm. Məsəl üçün, gedirsiniz bir-iki dərs, görürsünüz yox, biraz çətindir, zaman tapa bilmirsiniz işdən, ailədən dolayı və orada yarımçıq qalır. Bütün bu yarımçıq qalan işlər, bilirsiniz nəyə bənzəyir? Sanki kompüterdə açıq qalan pəncərələr kimi. Kompüterdə milyonlarla açıq pəncərə olduğu zaman kompüter necə işləyir? Əlbəttə ki, həddən artıq yükləndikdə kompüter donur. Yəni, bütün enerji həmin açıq pəncərələrdə olan məlumatı saxlamağa yönəlir və insan beyni də kompüterə bənzəyir. Biz çox vaxt çoxlu pəncərəni beynimizdə açdıqda, yəni milyonlarla düşüncəni eyni anda düşündükdə və yaxud da ora-bura ötürdüyümüz enerjiləri açıq vəziyyətdə saxladığımızda, o zaman bizim özümüzə enerjimiz qalmır. Yəni, heç vaxt bitirmədiyiniz layihələri açıq saxlamağınız sizin beyninizin ağırlaşmasına, yüklənməsinə gətirib çıxardır. Ona görə də mən sizə bir tapşırıq verəcəm. Çox gözəl bir praktikadır. Bir vərəq götürəcəksiniz. Bu vərəqi 2 yerə böləcəksiniz. Vaxtilə başladığınız, başlamaq istədiyiniz, söz verdiyiniz və yaxud da bitirmədiyiniz bütün işləri və layihələri bu kağıza yazacaqsınız. Amma necə yazacaqsınız? Deməli, sol tərəfə yazırsınız aktual olmayanlar, sağ tərəfə yazırsınız aktual olanlar, yəni cari olanlar və cari olmayanlar. Bu nə deməkdir? Məsələn, bir biznes ideyanız var. Misal çəkirəm, qolbaq düzəldib ya da zinət əşyaları düzəldib, düzəltmək, məsələn, satmaq. Bu hal-hazırda sizdə aktualdır, yenə də bunu etmək istəyirsiniz, yoxsa bu nə zamansa bir ideya kimi sizin başınıza, beyninizə gəlib və orada da qalıb, asılı vəziyyətdə. Əgər hal-hazırda bunu etmək istəmirsinizsə, amma çoxlu o muncuqlar, hansısa mirvarilər, hansısa kristallar, daşlar alıb oraya yığmısınızsa, siz onları artıq buraxmalısınız. Yəni, kağızın sol tərəfinə yazırsınız ki, biznesim, qolbaq biznesim. Yazırsınız ora, aktual deyil. Kağızın sağ tərəfinə həqiqətən də planlaşdırdığınız biznesi yazırsınız. Məsələn, indiki biznesiniz nədir? Yeni biznesiniz, misal üçün deyirəm, bunların hər biri misaldır. Məsəl üçün, sağlam qida hazırlayıb bunu satmaq. Bu sizin real biznesinizdir. Bunu yazırsınız kağızın sağ tərəfinə. Və ən önəmlisi orada mötərizədə yazırsınız ki, hansı tarixə qədər bunu planlayırsınız etməyi. Yəni, bir şey əgər aktualdırsa, doğrudan da etmək istəyirsinizsə, orada tarix yazmalısınız. Yəni, kağızı 2 hissəyə bölürsünüz, 2 sütun yaradırsınız. Birinci sütuna sol tərəfə yazırsınız, artıq aktual deyil. Onu bitirəcəksiniz. İkinci sütuna yazırsınız ki, həll edəcəm və tarix qoyursunuz. Sadəcə dürüst şəkildə özünüzə qiymətləndirin. Məsələn, şahmat oynamağı öyrənmək istəyirsinizmi? Bəli, yoxsa xeyr. Əgər aktualdırsa, istəyirsinizsə yazırsınız ona ki, yaxın 3-4 ay ərzində mən bunu öyrənəcəm. Yazırsınız ora və oradan planlarınızı qurursunuz ki, şahmat müəllimi axtarırsınız, şahmat məktəbinə gedirsiniz və ora doğru gedirsiniz. Bu konkret sizin hədəfiniz olur. Və yaxud da görürsünüz ki, yox, sizin heç cürə yaşadığınız zamanda buna ayıracaq vaxtınız yoxdur. O zaman oranı artıq buraxırsınız. Bunların içində nələr də daxildir? Məsələn, artıq idmana başlayacağım, həftənin birinci gündən, bazar ertəsindən pəhrizə diyetə başlayacağım, sağlam həyata başlayacağım. Bunların hər birini ora yazmalısınız. Çünki bunlar hər biri ilişmiş qalmış enerjilərdir. Bunlar minlərlədir insanda və onlar insanı keçmişdə ya da gələcəkdə saxlayır. Sizi indiki anda saxlamır. Ona görə də sizin enerjiniz qalmır hədəflərinizə doğru getməyə. Ona görə də sizə vacib olmayan
hansısa hobbi, hansısa istək, hansısa ağlınıza gəlmiş, söz verdiyiniz nə varsa, onların hər birini, o niyyətləri, o nə varsa sol tərəfə yazırsınız və öz-özünüzə sanki deyirsiniz ki, stop. Bunu artıq etməyəcəm. Mənə lazım deyil. Ora yaza da bilirsiniz. Mənə lazım deyil. Bunu artıq etməyəcəm. Bağlayırsınız, atırsınız kənara, buraxırsınız, gedir. Yəni sizin enerjiniz bu aktual olmayan şeylər sərf edilmədikdə kompüterdəki o lazımsız pəncərələr bağlanır və kompüter, yəni siz daha yaxşı işləməyə başlayırsınız. Və sizin enerjiniz bundan sonra real hədəflərinizə doğru getməyə başlayır. Sizə nümunə olaraq bir şəkil göndərəcəm. Buna uyğun olaraq bütün sizdən enerji çəkən, heç bir mənası olmayan nə qədər beyninizdə fikirlər varsa, onların hər birini oraya yaza bilərsiniz. Əgər deyirsinizsə ki, yadıma gəlmir, o zaman bunu Gestalt terapiya ilə həll edə bilərik. Kim ki xatırlaya bilmirsə, özü də bilmirsə, o zaman mənə müraciət etsin. Ona bir səs yazma göndərəcəm. Orada stul texnikaları ilə hər açıq olan enerjini fərqli-fərqli stullara, obrazlar olaraq qoyaraq, yəni şuuraltı, relaks olmuş vəziyyətin, alfa vəziyyətində onların hər birini görəcək ki, açıq qalmış pəncərələr nədir? İnsanın normal beta dalğalarında beyni danışdığı zaman düşünüb ağlına gəlməyən şeylər orada insanın ağlına gəlir ki, bəlkə məsəl üçün məktəbdə oxuyanda kiməsə nəsə söz vermişdiniz, orada hələ də asılı qalıb. Yəni onların hər biri ilə bitirmək lazımdır bu döngünü. Amma belə oturub şuurlu şəkildə də özünüz kağızın üzərində yazmağınız çox gözəl effekt verir. Bunların hər birinin həyatınızda tətbiq etsəniz çox böyük dəyişikliklər görəcəksiniz.